və AXCP-ni tənqid etdi, onlara vətən xaini dedi. Çox keçmədi ki, əziz dostlar, bir şəxs Osman Kazımov cavab verdi, onu dedi ki, bəs vətən xaini biz deyilik. Siyavuş Novruzovun özünü tənqid etdi. Siyavuş Novruzov AXCP və Müsavat Partiyasını xəyanətdə ittiham edir. Siyavuş düz deyir. Onun düşüncəsində vətən SSR-dir. Osman Kazımov bu barədə danışır. O bizi SSR-yə, Rusiya xəyanətdə ittiham edir. Naçalnik Razvedkanın rəisi vəzifəsində işləmiş Siyavuş Novruzovu Rusiya xidmətə görə medalı ilə təltif ediblər. Osman Kazımov Siyavuş Novruzov haqqında deyir. Deməli, adamın 20 yanvarda xalqımızı qanuna qəltan edən, Xocalıda qoca, qadın, uşaq demədən güllə baran edən, ölülərimizin başının dərisini soyunan 366-cı Rus alayının sahibi qarşısında xidməti var. Deməli, Siyavuş Novruzovun təyyarəmizi vurub hərbi pilotumuzu qətlə yetirən, Bakıya İskəndər raketi atan, Bərdədə, Gəncədə dinc əhalini qanuna boyadan Rusiya qarşısında xüsusi xidməti var. Osman Kazımov, Siyavuş Novruzovun onların partiyasına xəyanətkar, vətənə xəyanət edən partiya deməsinə görə daha sonra yazır. Deməli, Siyavuş Novruzovun təyyarəmizi vurub hərbi pilotumuzu qətlə yetirən, Bakıya İskəndər raketi atan, Bərdədə, Gəncədə dinc əhalini qanuna boyadan Rusiya qarşısında xüsusi xidməti var. Deməli, zatın sərnişin təyyarəmizi vurub, onlarla mülki vətəndaşımızı qətlə yetirən, İlham Əliyevi açıq təhdid edən Rusiya qarşısında xidməti var. Mən Müsavat Partiyasının üzvüyəm, Osman Kazımov yazır. Uzun müddət rəhbərliyində təmsil olunmuşam. Mən Müsavat Partiyasının başqanı olmaq uğrunda mübarizədəyəm. Mən SSR vətəndaşı olmuşam. Elə bir qaniçən, türk düşməni olan bir dövlətin dağılması üzrə mübarizə aparmışam. Siyavuş Novruzov bunu həzm edə bilmir. Mən fəxr edirəm ki, Siyavuşun SSR-sinə xəyanət etmişəm. Rusiyası ilə düşmənəm. Rusiya Azərbaycanda müsavatçılıq ideyasını özü üçün təhlükə görür. Siyavuş kimiləri zaman-zaman müsavata qarşı danışdırır, fikir verirsinizsə, müsavata qarşı bu və ya digər formada danışanların hamısının izləri Rusiyaya gedib çıxır. Mən yapı vətənə xəyanətdə ittiham etmirəm. 100 minlərlə zoran yapısı dilənçi vəziyyətində yaşayır. Övladları eyni ilə Müsavat Partiyasının üzvləri kimi Qarabağ uğrunda döyüşlərdə iştirak edib, şəhid olanları var. Vətən xaini sənsən Siyavuş Novruzov. O xəyanətinə görə də düşmən ölkəyə xidmətə görə təltif olunmusan. Azərbaycan uğrunda, Qarabağ uğrunda şəhid olan müsavatçıların qanı səni tutacaq, əmin ol. Bugün vətənə, dövlət başçısına xəyanət edən müsavatçılar deyil, sənin ağsaqqallarındır. Sən Siyavuş Novruzov İlham Əliyevdən gizlin, ona meydan oxuyan şəxsi məclisində iştirak etmədinmi? İlham Əliyevə hörmətin, sədaqətin o idimi? Əminəm ki, sabah şərait dəyişəndə ona birinci qılın çəkən sən və sənin kimlər olacaq? Necə ki, indi hələ hakimiyyətdə ola-ola edirsiniz. Sus, Müsavat Partiyasına ləkə atmaq sənin üçün deyil. Demək, vətənə xəyanət adı ilə Siyavuş Novruzov Müsavatı və AXCP-ni tənqid edir. Məsələn, mən
dostlar da baxır, bilir, izləyicilər də baxır. Məsələn, bu cavabda mən belə cavab gözləmirdim. Rusiya sənə medal verib, oradan verib. Rusiyanı da elə deyirsiniz, əziz dostlar. Rusiya-Azərbaycan münasibətləri ilə bağlı bu təhlillərə mən baxıram. Elə ki, 5-ci sinif şagirdi daha yaxşı analiz edir. Nəinki bu partiya funksionerləri Rusiya-Azərbaycan. Neylə? Rusiya ilə Azərbaycan top tüfəng götürməlidir bir-birinə. Durub deyirsiniz ki, Rusiyanın parlamentdə adamı var, nazirlikdə adamı var. Niyə yoxdur? Nəinki parlamentdə, mülki insanların evinə hər 3-5 evdən bir Rusiyada gedib işləyibdir, pul qazanıbdır. İndinin özündə də işləyir. Mən elə fikirləşəm ki, dostlar, əksər insanlar Rusiyanın əleyhinə danışmağı özünə bir belə çörək qazanmaq vasitəsi kimi. Danışır, Rusiyada Azərbaycan əleyhinə efirlərdə ot püskürən o jurnalistləri sök, tənqid et, daha ağır təhqir söhüşlərdən söhbət etmir. Qarabağ mövzusunu bu yaxınlarda yenidən qabartmaq istəyən jurnalistlərlə bağlı bir müxalifət düşərgəsi ondan danışmalıdır, bir deputat danışmalıdır. Kimin kiminə xoş gəlmir, deyirsən Rusiyanın adamısan. Vallahi yaxşı hərəkətlər deyil. Özün öz naziri burada, dini bir millətindir, qanı qanunlandır. Bunu qəbul eləmirsən, durursan Rusa meydan oxuyursan. Yenə deyirəm, tənqid et, məsafə saxla, qonşu kimi qonşuluq et, amma daha düşmən toxumları səpmək lazım deyil. Qoy hələ görək bu Ukrayna mövzusunun axırında olacaq, əziz dostlar. Hörmətli rejissorumuz, diqqətli olun. Rəylərdə problemlər yaranmasın. Və əziz dostlar, Gültəkin Hacıbəyli bir açıqlama verib. Gültəkin Hacıbəyli Facebook səhifəsində müraciət edib kimə, nə üçün, nəyə görə.